The two goats. Two goats stand on opposite ends of a weak and narrow bridge. They both want to cross but are unwilling to let the other go first. When they meet in the middle of the bridge, they start fighting over who should go first. As they fight, the bridge collapses and both goats fall into the river. Two goats, iki keçi. İki keçi stand dayanmıştı on opposite karşı end of a weak and narrow bridge. Zayıf ve narrow dar körpüdə qarşı-qarşıya dayanmışdı. Deməli, goat keçi stand dayanmışdı on opposite qarşı-qarşıya end of a weak bridge. Belə zəif, yəni köhnə körpünün sonunda and narrow bridge və narrow dar bridge körpüdə. They onlar both hər ikisi want istəyir to cross keçmək, but amma are unwilling istəmirlər to let icazə versin the other o birisinə go getməyə first birinci. Onlar hər ikisi istəmirlər ki, digəri birinci keçsin. Tərcümə belə çıxır. When they meet, when anda əndə deməkdir bağlayıcı cümlələrdə. When they onlar meet görüşəndə in the middle ortada of the bridge körpünün middle of the bridge körpünün ortasında. They onlar start başladılar fighting döyüşməyə. Over who should go, who kim should gərək go getsin first birinci. Deməli, onlar ortada görüşəndə onlar başladılar döyüşməyə kim birinci keçsin. As they fight, onlar fight döyüşərkən, as arkan erkən, the bridge körpü collapses. Yəni dağıldı, uçdu. And the both goats, hər iki goats keçi fall yıxıldı into the river çayın içinə. Deməli, suallarımız opposite ends of a opposite neydi? Qarşı-qarşıya deməkdir. Ends of a weak bridge zəif, yəni köhnə körpünün sonunda. Ends of a narrow bridge dar körpünün sonunda. They both onlar hər ikisi want to cross keçmək istəyirlər. But amma are unwilling istəksizdirlər. Let the other go o birisinin getməsinə. Meet in the middle of the bridge. Körpünün ortasında meet görüşdülər. Middle of the bridge körpünün ortasında. Start fighting döyüşməyə başladılar. Who should go first? Kim birinci keçsin? Bridge collapses. Körpü uçdu, dağıldı. Both goats hər iki keçi. Fall into the river çaya yıxıldı. Bu da sual cavabımız.